Ben bunu bura Allah'da getirmişim. Videoya diqqətlə qulaq asın. Baxın, bu nöqtəyə cəmi edərək baş ağrısını tamamilə keçə bilərsiniz. Bu nöqtə hansı nöqtədir? Bu nöqtə adı əl-kahil nöqtəsidir. Əl-kahil nöqtəsi başla boynun kürəyin birləşdiyi hissədə, yəni başın altındakı çuxur hissədə yerləşir. Videoda da gördüyünüz kimi o nahiyəni öncə masaj edilir, sonra hicam edilir. Bu faydaları nədir? Beynə gedən qan axını artırır, boyun əzələlərinin gəldiyini azaldır, qan dövranını sürətləndirir, oksigen axınını artırır. Bu da baş ağrısını, stresi, gərginliyi dərhal azaldır. Yalnız bəzən baş ağrısının səbəbi başda deyil. Bunu izah etmək istəyirsə, baş ağrı deyilən sırf başı hicam eləməklə iş keçmir. Öncə boynundakı əl-kahil nöqtəsini, qan durğunluğunu aradan qaldırmaq lazımdır, hicam etmək lazımdır. Sonra növbəti seansda başı işləmək olar. Hətta boyun nahiyəsini işləyəndən sonra, dediyimiz əl-kahil nöqtəsini işləyəndən sonra ilk seansda belə nəticə dərhal özünü göstərir. Bilirsən, pasientlərim deyir ki, doktor, başım ağrıyır, o qədər dərman atıram ki, keçmir. Təbii ki, keçmir. Çünki başın ağrımaq səbəbi sənin başın deyil, boynunda olan qan durğunluğudur. Onu tapıb, o nöqtəni işləyəndən sonra sənin baş ağrısı dərmanına ehtiyac belə yoxdur. Demirəm, başı hicam eləmək olmaz. Bu nöqtədən sonra növbəti seansda pasient çağırılır, baş üçün işlənilir, baş nahiyələri işlənilir. Çünki artıq boyundakı qan durğunluğunu biz aradan qaldırırıq, başa qan dövranı yaxşılaşır, növbəti seansda da baş işləyirik, baş ağrısı tamamilə keçir. Çalışın, sağlam qalın.